Mən türmədə qaldım. O qədər deyir ki, işgəncə verilir, o qədər əziyyət edirlər. Elə bil sanki bu zalimlər hamısı eyni yol gedirlər. Möminləri incitmək sanki bunların elə bir ki, qanı ilə axır. Bir ildir ki, mənim anadan əmnin sütü türmədə burnundan tökürlər. Gündə işgəncə, əziyyət. Deyir ki, Allahdan hacət istədim ki, məni xilas eləsin. Elə deyir ki, bu istədiyim halda bir də onda gördüm ki, İmam Cavad əleyhissalam qarşımda hazır oldu. Mən türmənin içindəyəm, bir də gördüm ki, İmam Cavad əleyhissalam mənim qabağımda hazır oldu. Dedi ki, ey Əbu Əsəlt, deyəsən səni türmədə çox incitdilər. Dedim, qurban olum, öldürürlər məni məsələn. Döyürlər, incidirlər, işgəncə verirlər. Deyir ki, Həzrət əlin çəkdi o dəmirlər ki, əlim ayağıma bağlamışlar zəncirləri. Elə əlin çəkən kimi o dəmir açıldı, töküldü. Dedi, gəl məndən. Tutdu əlimdən belənciydi. O türmədə oturan o nadzorlar deyir, nə deyir, şürtələr, polislər ki, o nəzarətçilər də otururlar. Tutub deyir, mənim əlimdən belə, hamımız da belə baxır bizə. Mən də heyrətdə qalmışam ki, dədəmi yandıracaqlar da bunlar. Ulan